Bugün sizə algoritm bölməsində 118 tipli sualların izahını verəcəm. 118 və 119 test nömrələrinin izahını verəcəm. Birinci 118-ci sualda nə deyir? Algoritm blok sxeminə əsasən S dəyişənin 64 qiyməti çapa verilmişdir. Yəni S də bizdə buradadır, 64 çapa verilib. Buna əsasən n dəyişəninin daxil edə biləcək ən kiçik natural qiymətini tapın. Ən kiçik natural qiymətini. Və biz bu 64'ü ala bilməyimiz üçün, S də 1-dən başladığı üçün, deməli 1 vurulsun 4, vurulsun 4, vurulsun 4, 64 alıbdır. Düzdürmü? Və 3 dəfə dövrə. Dövrün gövdəsi 3 dəfə icra olunubdur. Deməli n neçə dəfə artım olubdur? 27 və nə zaman dövrdən çıxacaq? 100-dən böyük, bərabər olanda. Gəlirik, bunu bu şəkildə yaza bilərik. N üstə gələk, 27 artım olub, böyük bərabərdir 100. Düzdürmü? N də böyük bərabərdir 73. Deməli, n də bərabər olacaq nəyə? 73-ə. Gəlin, indi baxaq. 73 qoysam, baxın, belə bir şey deyim. Birinci, 73 kiçikdirmi 100-dən? Hə. Gələcəm, S-imin qiyməti nə olacaq? 1-dir, 1-i 4-ə vursam 4. N-im neçə olacaqdır? Deməli, 73-ün üzərinə neçə gələcəm? 9. Eləyəcək neçə? 82. Bu belə. Sonra ikinci, N-i 82 aldım. 82 qoyacağım. 82 kiçikdirmi 100-dən? Hə. Gələcəm. S-imin qiyməti nə olacaq? S-imin sonuncu qiyməti 4-dür. 4-ü 4-ə vuracağım. 16. Sonra N-im nəyə bərabər olacaq? N-imin sonuncu qiyməti nə idi? 82. 82-nin də üstə 9 gəlsək neçə eləyəcək? 91. Aha. Gəldik üçüncü, hələ ki S-i 64 almamışıq. 91 kiçikdirmi 100? Hə. Gələcəm. S-imin qiyməti nə olacaq? 16-dır. 16-nı 4-ə vuranda da neçə alır? 64. Və N neçə olacaqdır? N-in sonuncu qiyməti 91-dir. Üstə gələk 9 neçə eləyəcək? 100. Aha. Gəldim 100 100-dən kiçikdir. Yox. Onda S-i çap elə. S də neçədir? 64. Gördünüz 1, 2, 3. 3 dəfə dövrə daxil oldu. Dövrün gövdəsi 3 dəfə icra olundu. Və S-i 64 çap etmiş oldu. Ən kiçik natural qiymətini tapın deyəndə, deməli, ən kiçik natural qiyməti 73 olacaq.